Təəssüflər olsun ki, biz uşaq yaşlarında da, yəni pediatrik xəstələrdə böyrək çatışmazlığı xəstələrlə sıx qarşılaşırıq. Bunun müxtəlif səbəbləri var. Anadan gəlmə böyrək çatışmazlığı olan xəstələr və digər tərəfdən anadan doğulduqdan sonra müəyyən yaş dövründə istər genetik xəstəliklərin mövcudluğu, istərsə də müəyyən səbəblərdən böyrək çatışmazlıqları ortaya çıxır. Böyrək çatışmazlığı uşaq xəstələrinin aparılmasında biraz çətinlik törədir. Çünki ilkin mərhələdə böyrək çatışmazlığı olduğu zaman və əgər xəstənin donor yoxsa, bunlar dializə məhkum vəziyyətdə qalmış olurlar. Uşaq xəstələrin istər periton, istərsə hemodializin aparılması texniki çətinliklər törədir. Amma bütün bu hallarda böyrək çatışmazlığının, yəni xroniki böyrək çatışmazlığının 5-ci dərəcə olan böyrək çatışmazlığının müalicəsi böyrək transplantasiyasıdır. Bu üsulla bu xəstələr öz sağlamlıqlarına qovuşurlar. Bizim şəxsi təcrübəmizdə ən kiçik böyrək xəstəmiz, transplantasiya xəstəmiz 4 yaşlı uşağa babasının hədiyyə elədiyi böyrəklə transplantasiya əməliyyatdır və hal-hazırda da uşaq xəstələr üzərində böyrək transplantasiya əməliyyatı bizim mərkəzimiz tərəfindən və bizlər tərəfindən aktiv şəkildə icra olunur. Uşaq xəstələrin böyrək çatışmazlığı varsa və böyrək transplantasiyasına ehtiyacı varsa mütləq bir şəkildə bu əməliyyatın aparılmasını biz tövsiyə edirik. Çünki uşaqlar böyüyən orqanizmdir və orqan çatışmazlığı, böyrək çatışmazlığı olan xəstələrdə, yəni uşaqlarda, onlar fiziki inkişafdan ciddi mənada geri qalırlar. Amma böyrək transplantasiya əməliyyatı olduqdan sonra bu uşaqlar fiziki olaraq da sürətli bir şəkildə inkişaf edib həm yaşıdları ilə eyni vəziyyətə gəlirlər. Uşaq yaşlarında fiziki inkişafdan geri qalan xəstələr çox təəssüflər olsun psixoemosional təsir altında çox qalmış olub və depressiv bir həyat yaşayırlar. Ona görə də bu baxımdan da böyrək transplantasiyası həmin uşaqların sosial olaraq həyata qayıtmalarına zəmin yaradır və uşaqlarda da böyrək çatışmazlığı varsa, əməliyyata ehtiyac varsa, mütləq bir şəkildə böyrək transplantasiya olunmasını tövsiyə edirik.